Ağlığı iblisin əlinə versən, hər hiylə çıxar da oradan. Hər günah çıxar da. Axirət zamanda hədis buyurur ki, ömürlər qısalar, ölümlər anidən olar. Cavan öldü, ani ölür. Bugün söhbət edirsən, bir saat sonra eşidirsən ki, filan kəs dünyasını dəyişdi. Axşam gəlsən evə, bir yerdə idiniz, oturmuşduq, söhbət edirdik. Səhər zəng edirlər ki, filan kəs dünyasını dəyişdi. Anidən getdi. Hədis buyurur, axirət zamanda qəfil ölümlər çoxalar. İnsanların ömrü qısalar. Niyə? Çünki insanların günahı çoxalır. Zina çoxalanda bir cəmiyyətdə qəfil ölüm çoxalar. İnsanın ağlını Allah təmin eləmədi, Allah yedizdirib içizdirmədi. O ağlı iblisə verəndə, iblis yedizdirəndə, iblis içizdirəndə gör oradan nə cür günahlar çıxacaq. Bəzi insanların elədiyi şey adam işte deyirsən, ilahi adamın ağlına gəlib bu şey. Bunun ağlına necə gəldi görəsən? Ağlığı iblisə verəndə gələcəkdə hələ şeylər gələcək ağla. Ağlığı gərək Allaha verəsən, o yedizdirər. İblis yedizdirəndə çox fəsad çıxır, çox günah çıxır.